Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 16-sında fəxri xiyabana gələrək xalqın ümumilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib məzarı önünə əklil qoyub. Görkəmli avtomoloq, alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tərgüllər düzülüb. Eyni zamanda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti aprelin 16-sında Şəhidlər Xiyabanını da ziyarət edib. Mixail Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib, əbədi məşəl abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər Xiyabanının tarixi və şəhərdə görülən abadlıq, quruculuq işləri barədə məlumat verilib. Milli Məclisin sədri Sahibə Qafarova bugün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. Sədrin səfərinin məqsədi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyasının tədbirlərində iştirakıdır. Xatırladaq ki, Sahibə Qafarova Milli Məclisin Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir. Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə reportun sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 metr/saniyəyə yüksəlib. Sahil boyu ərazilərdə dalğanın hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlarda giriş və çıxış bağlıdır. Yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib deyə o bildirib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətləri, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir. Ötən gecədən başlayan güclü yağış Bakıda və ətraf ərazilərdə bir sıra problemlər yaradıb. Qafqaz Info xəbər verir ki, yollara yağış sularının dolması ictimai nəqliyyatın hərəkətini çətinləşdirib. Bəzi yollarda suyun səviyyəsinin çox olması avtobusların salonuna dolmasına gətirib çıxarıb. Bakıda 332 nömrəli Körpələr Evi uşaq bağçasında məhdud hissədə yanğın baş verib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən reportun sorğusuna cavab olaraq bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. Qeyd olunub ki, əraziyə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır. Bugün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində son iki iştirakçının adı müəyyənləşəcək. Missiya xəbər verir ki, 4-1 finalın cavab oyunları çərçivəsində İspaniya və İtaliyada maraqla gözlənilən maçlar baş tutacaq. Bildirilib ki, Real ilk maçda 0-3 hesabı ilə uduzduğu Arsenalı Santiago Bernabeu-da qəbul edəcək. Bavariya isə öz evində 1-2 hesabı ilə uduzduğu Interin San Siro'da qonağı olacaq. Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.